Salam. Deməli, bu evə gəlib baxmaq istəyən heç vaxt deməyəcək ki, içərilərdədir. Bu yola çox yaxın, 100 metr məsafədə Şüvalanda ziyarəti keçəndən sonra 400 sot yarım, salam aleyküm. 400 sot yarım ziyarəti keçəndən sonra üz aşağı gedəndə yolun sağ tərəfində yola 100 metr. Heç kim deyəməyəcək ki, uzaqdır, içərilərdədir, gedirik qutarmaq bilmir. 335 min, 400 sot yarım. Deməli belə, bura mətbəxidir. Mətbəx mebeldə yığılıb. Cam balkondur, bağlıdır. Burada sanusiyalı var. Sonra gəbə 400 sot yarım. Evimiz Kabançıq daşlı üzərində. Nətərdir? Yeri var. Hovuzumuz filtrli. Cilfin də var içində. Ölçüləri 3 yarımın hardasa 7-yə. Kim alsa Allah xeyir. Evin içindəki muzey. Qəşəng təmiridir. Təmirinə söhbət yoxdur. İndi özünüz onun şahidi olarsınız. Həyətin işıqlandırması pultla idarə olunan qapı. Burada da bax belə baseynin bu sol tərəfində. O belə Kabançıq daşdır. Belə bir güşədir. Burada belə işıqlar. Yəni gecə işıqlandırması əla olur. Video roliki bir dənə zəhmət olmasa bəyənin düyməsini vurun. Gəl bura. Ağlay daşdır. Bax, kombisi buradadır, kollektor sistemidir, bax fikir verin, kombisi də burada. Gəl, keçək evimizin arxasına, tam olaraq göstərdim, gəl bura. Bax, tam evi fırqanırsan. Getdi indi evin içinə, super təmirlidir, gəl. Welcome, xoş gəlmişsən, geç. Getdin. Getdin, maşallah. Şəkillərin sözü olmasın, həzər maşallah, əqqabını çıxarlar. Stipol evimiz, bildiyinizdə göstərdim stipol. Gəl bura. Mətbəxini çək göstər. Mətbəx mebeldə varıdır. Mətbəxlə qutardıq. Buna otaq. TV stand. Yataq otaqlarına baxaq. 3 dənə yataq otağıdır. Bu birincidir. Açıq tonlardan ağ rəngdən çox istifadə olunur. Qapı, metlaq, aboy. Bir dənə bu sanuzyonu çək. Duş kabinlə bir yerdə. Sonra bu ikinci yataq otağıdır. Buranın sanuzyolu. Bu çamaşırxanadır. Kabel sistemi damızı buradadır. Qropkası oradadır. Və üçüncü yataq otağı. 335 min. Təqdimat bitdi. Bu günə bu qədər. Sağ olun, minnətdarım.